Hamınıza salam dostlar. Bugün gördüğünüz kimi iPhone 17 Pro Max almışam. Çok süper kalite, o kadar qəşəngdir ki, yəni heç danışa da bilmirəm. O kadar qəşəng kalitesi var ki, nəsə çox danışmayaq. Səmada blok oynayırıq, odun qırmaqla başlaya bilərik. Dörd odun yəqin ki bizim bəsimiz olar da. Hemen bir crafting table'dan özümüzə çalışma masası eləyək. Buradan da özümüzə bir dənə kazma eləyək, daş kazmayı da kəsərik sonradan. Başlayaq daş qırmağa. Hemen bir daş kazma da eləyək də. Tamam, artıq kömürləri qırmaya başlayaq. Bəxtə bax, dəmirimiz də belə var. Nəsə, çıxan toplayım, dəmir kazma eləyəm, ondan sonra ev tikməyə başlayaq. Nəsə, buradan da biraz daş toplayaq ki, özümüzə fırın eləyək, dəmirlərimizi əritək. Dostlar, yəni tövsiyə eləyirəm, iPhone 17 çox süperdir. Gördüyünüz kimi kalite uçur gedir də, yəni. Həyatınızda burada qəşəng bir görüntü heç vaxt görə bilmərsiniz. Buradan kömürümüzü qoyaq altına, buradan da dəmirlərimizi qoyaq başlasın bişməyə. Aha, birincisi bişdi. İkincisi də indi bişəcək. Aha, üçüncüsü də bişdi. Tamam, işimiz bitdi. İndi isə dəmir kazma eləyək. Tamam, indi düz yer astım. İndi başlayaq gözəl evimizi tikməyə. Aydakı Şah Hasan'ı çağırsaydım, bura 12 otaqlı ev tikərdi. Belə məşələləri də qoyaq. Tamam, indi başlaya bilərik şüşələrə qoymağa. Tamam, indi belə qapımızı da qoyduq, başlaya bilərik iç dizayna. Tamam, indi bu sandıqları da qoyun. Son olarak da iç dizayn olarak fırına koyun ve burada işimiz bitti. Bu gördüğünüz mükemmel evi artık partlatma vakti geldi yəqin ki də. Hayda.